Salam əziz şagirdlər. Bu gün test toplusundan pronoun əvəzlik bölməsindən belə bir sualın izahına baxmalıyıq. Əvvəlcə əvəzlik bölməsinə aid onu deyim ki, həqiqətən də biz bunu çox eşidirik və əvəzlik bölməsinin suallarından şagirdlər şikayətlənirlər. Amma mən deyərdim ki, əvəzlik bölməsi ən sadə bölmələrdən biridir. Sadəcə olaraq bizdən tələb olunan əvəzliyin harasına, əvvəlinə, sonrasına və ümumiyyətcə heç birinə cümlənin mübtədasına hara baxacağımızı biləndən sonra, yəni nəyə fikir verəcəyimizi biləndən sonra əvəzlik bölməsi çox sadə suallardan ibarətdir. İndi isə sualımızın izahına keçək. Joseph's little niece did all the sums. Burada fikir versək, nöqtələrdən sonra, nöqtələrdən əvvəl hər hansı bir feil istifadə olunmadığına görə biz fikir verməliyik cümlənin mübtədasına. Yəni, Joseph'in balaca qardaşı qızı, bacısı qızı bütün misalları edib. Burada misalları eləyən şəxs Joseph yox, onun qardaşı və yaxud bacısı qızı, yəni qadın cinsində olan bir şəxs. Bunu götürsək əvəzlik kimi, şəxs əvəzlik, she kimi. Hərəkətləri yerinə yetirən şəxs budur. Biz qayıdış əvəzliklərindən bilirik ki, burada nöqtələrdən əvvələ, sonraya fikir vermirik. Yalnız işi icra edən şəxsə fikir veririk. Burada işi icra edən şəxs Joseph'in qardaşı qızı olduğuna görə himself deyil, herself seçməli. Yəni, kör təbii şəkildə mən suala baxan kimi bu asan sualdır. Mən burada himself seçməliyəm çünki Joseph'dir. Yox, biraz suala bir növ səbirli şəkildə yanaşmaq lazımdır və burada heç bir problem yoxdur.